Sosial şəbəkələrdən danışacağıq. Dünyada sosial şəbəkələrin aktivliyini, istifadəçi sayı ilə bağlı statistikalar aparan VIA Social'ın hesabatına görə dünyada sosial şəbəkə istifadəçilərinin sayı 4 milyarda çatıb. Bu statistika onu göstərir ki, artıq sosial şəbəkələr planetimizin ən vacib media orqanlarından, media vasitələrindən biridir. Bu gün sosial şəbəkədə olmaq ictimai həyatın mərkəzində olmaqdır. Sosial şəbəkədən tamam uzaq dayanmaq isə az qala düşüncə dünyasının ucqarına çəkilməklə eyni mənaya gəlir. Bugün Facebook sosial şəbəkəsində 3 milyarddan artıq istifadəçi var. Onun ardınca 2 milyarddan artıq istifadəçi ilə YouTube, 1,6 milyard istifadəçi ilə WhatsApp gəlir. Rəqəmlərdən də göründüyü kimi, bəşər tarixində indiyə qədər heç bir media şəbəkəsi bu dərəcədə geniş miqyası əhatə eləməyib. Bu miqyas avtomatik şəkildə öz qaydalarını, öz qrammatikasını, öz ekosistemini formalaşdırmaqdadır. Belə ki, artıq bu virtual dünyada ənənəvi medianın qanunları ya keçərli deyil, ya da müəyyən mənada anaxronizm kimi görünür. Birbaşa, mərkəzsiz, informasiyanın həm emalı, həm qəbulu bir düymə uzaqlıqda olan bu sistemin yenilikləri bütövlükdə incəsənətə, xüsusilə də ədəbiyyata da təsir eləməkdədir. Belə ki, xarakter etibarilə audio-vizual paylaşımlara geniş imkan yaradan sosial şəbəkələrin internet dünyası görkəmli yazıçı Umberto Eco'nun şərhində belə görünür. Umberto Eco deyir ki, biz klaviatura vasitəsilə əlifba dövrünə qayıtdığımız üçün əvvəllər yazı ilə münasibəti o qədər də intensiv olmayan adamların hamısı hər gün nəsə yazmağa başladılar. Bununla yanaşı, sosial mediada aktiv istifadə edilən emojilərdə ayrıca özünə məxsus bir dil yaratmaqdadır. Emojilərin intensiv istifadəsi bir yandan şəkli yazıya oxşasa da, digər yandan dilə əlavə olunaraq özünə məxsus hibrid, qarışıq bir ifadə tərzi yaradıb. Bu yeni yaranan yarı hərflərdən, yarı emojilərdən ibarət dil ədəbiyyata da təsir edir. Belə ki, artıq ədəbiyyatda da eksperimental hekayə kimi sözlərin minimallaşıb, emojilərin maksimallaşdığı mətnlər yazılmaqdadır. Sosial media populyar mədəniyyətin kütlələrə çatmasına, hər yazılanın anında paylaşılmasına və rəylərə açıq olmasına rəvac verdiyi üçün, bəzən bu küyün içində sənətə aid ciddi kontentlər gözdən qaçsa da, bacarığı, talantı olanlar burada kimsənin dəstəyinə ehtiyac olmadan özlərini göstərə bilirlər. Bu mənada dünya humanitar fikrində tənqidçilər iki yerə bölünüb. Birinci cəbhə sözü gedən bu reallığı hədsiz pessimistcəsinə şərh edib deyir ki, artıq ciddi sənət əsəri yaransa da, onun layiqli dəyərini anlamaq qeyri-mümkündür. Daha optimist cəbhə isə deyir ki, bu müvəqqəti bir etapdır, mərhələdir, ədəbiyyat, böyük sənət yenə öz yolunu tapacaq. Çünki indi adına, sənət adına təqdim edilənlər bir dəfəlik istifadəyə yararlı şeylərdir hamısı, ömürləri növbəti statusa tweetə qədərdir. Ancaq bəlkə də sənət elə bu iki qütb arasındakı gərginlik sahəsində, qarşıdurmada, konfliktdə, dilemmada özünə ifadə imkanı tapır. Çağdaş Amerika yazıçısı Jonathan Safran Foer Facebook və Kitab adlı çox maraqlı essesində belə qəribə bir təsbit yazır. Deyir ki, hamamda uşaqlarımı yuduzduranda özümü elektron poçtumu yoxlayan yerdə tuturam. Yaxud yazı yazarkən bir cümlə, bir fikir rahatlıqla ağlıma gələndə əlim tezcə internetə gedir. Gözəl bir bahar günü telefonumun ekranını daha yaxşı görmək üçün özümü kölgəli yaxtaran yerdə tuturam. Sizdə heç belə olmur? Sual verir Jonathan Safran Foer. Bütün paradoksal cəhətlərinə baxmayaraq, sosial şəbəkələr yeni əsrin reallığı kimi artıq həyatımıza, informasiya resurslarımızın ayrılmaz hissəsinə çevrilib. Sosial şəbəkələr bir yandan insanlarda qəribə asılılıqlar, yeni patologiyalar yaradır. Bir yandan da möhtəşəm imkanlar vasitəsilə məsafədən ünsiyyət qurmağa, kommunikasiya qrupları yaratmağa, informasiyanın əlçatmaz etmək üçün gözəl şəraitdir. Belə ki, tutalım, çağdaş dövrdə artıq psixologiyanın yeni araşdırma predmeti kimi daxil olan nomofobiya anlayışı var. Bu anlayış no-mobil fobiya sözlərindən yaranıb və mobil telefondan asılılığı, onu itirmək, ondan aralıda qalmaq qorxusunu ifadə edir. Digər tərəfdən yeni texnologiyalar, o cümlədən sosial şəbəkələr bütün dünyada olduğu kimi ölkəmizdə də çox maraqlı kitab, sənət bloklarının, kitab səhifələrinin yaranmasına imkan yaradıb. Bugün artıq internet dünyası növbəti mərhələyə, Metaverse deyilən yeni etapa qədəm qoymaqdadır. Çağdaş texnologiyaların artıq ildən ilə yox, az qala ay-bay yeniləndiyi bir vaxtda Metaverse, NFT, blockchain texnologiyaları bu yeni reallığın hələlik ən sonuncu mərhələsidir.